İnsanlar var ki, hələ elektron kitabın necə olduğunu, necə istifadə olduğunu, nəyə yararlı olduğunu bilmirlər. İcazənizlə gəlin öz kitabım haqqında danışım ətraflı ki, sizə də aydın olsun. Yəni bu kitab niyə? Yəni çap variantı kitabdan heç bir fərqi yoxdur. Sadəcə onu çap variantda etsəz, daha ağır olacaq, sizə daha çətin olacaq. Amma elektron variantda, yəni daima telefonunuzda, planşetinizdə, kompüterinizdə olduğuna görə harda olmağınızdan asılı olmayaraq həqiqətən də sizin yol yoldaşınız olacaq və əlinizdən tutacaq. Gəlin bir-bir bu növbəti videoya diqqətlə baxın. Hər birini bir-bir izah edirəm ki, bu kitabımda nələr var. Ya WhatsApp-a, ya Telegram-a sizə elektron variantda bu cür açılır. Üstündən basırsınız və dərhal kitabım çıxır. Səhifədir. Düşürsünüz düz mündəricata kimi. Mündəricatda 22 mövzu görünür və qarşısında səhifə qeyd olunub ki, harda yerləşir ki, sizə rahat olsun. Məsələn, götürək tanışlıq, znakomство mövzusunu. Qarşısında 4-12 bu səhifələrdə yerləşir. Düşürsünüz aşağı, diqqətlə baxsınız 4-cü səhifə. Tanışlıq başlayır. Düz 12-ci səhifəyə kimi. Və hər cümlənin qarşısında Azərbaycan hərfləri ilə transkripsiyası da var ki, sizə öyrənmək, tələffüz etmək asan olsun. Uğurlar.